Əməkdar artist Könül Kərimova ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib. Sferas xəbər verir ki, müğənni onu aqressiv və həddindən artıq həssas olmaqda ittiham edənlərə Söhbət var verilişində emosional, lakin açıq cavab verib. O, bu fikirlərlə razılaşmadığını deyərək son illərdə həyatın ona ciddi dərslər verdiyini vurğulayıb. Könül Kərimovanın sözlərinə görə artıq baş verən hadisələrə daha ayıq və diqqətli yanaşır. Elə dərslər aldım ki, insan istər-istəməz dəyişir. Çox ayıqam. Mənə deyirlər ki, güya çox aqressiv, həssas olmuşam. Amma mən aqressiv deyiləm. Sadəcə hər şey olduğu kimi gözəl də, pis də, açıq görürəm və reaksiyamı dərhal bildirirəm. Müğənni qeyd edib ki, əvvəlki illərdə özünü müdafiə etməkdə çətinlik çəkib. Əvvəllər özümü müdafiə edə bilmirdim, susurdum. İndi isə haqqımı gözəl şəkildə qorumağı bacarıram. Bu da kimlərinsə xoşuna gəlmir. Kərimova onu kaprizi adlandıranlara da etiraz edib və tənqidlərin səbəbinin özündə yox, qarşı tərəfdə axtarılmalı olduğunu bildirib. Səbəbi özünüzdə axtarın. Niyə mənə kaprizli deyirsiniz? Mən dəli deyiləm ki, durduğum yerdə aqressiv olum. Sənətçi əlavə edib ki, açıq danışmaq və mövqeyini bildirmək aqressiya deyil, sadəcə xarakter və özünə hörmət məsələsidir. Onun fikrincə zamanla güclənmək və özünü müdafiə etmək bacarığı bəzi insanlar tərəfindən yanlış anlaşılır.